Salam uşaqlar, hər vaxtınız xeyir. Bu videoda mən sizlərə 9-cu sinif din toplusu 2025 test kitabından natural ədədlərin 73-dən sonra gələn sualların izahlarını təqdim edəcəyim. 73-cü suala baxırıq. Sual 73. Deyir, tərkiblərdən hansı doğrudur? 1. Rəqəmlərin cəmi 9-a bölünən natural ədəd 9-a tam bölünür. Və bu dəqiqdir, 9-a bölünmə əlamətidir, bu düzdür. 2. Qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni onların hansına bərabərdir? Yəni əkəbu. Qarşılıqlı sadə ədədlərin əkəbu onların hansına bərabərdir? Doğrudur. 3. 2 ədədinin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəndən tam bölünür. 2 ədədinin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəndən tam bölünür. Bu doğru sayıla bilər. Bəli. Həmin ədədlərin ən kiçik ortaq bölünəndən tam bölünür. Məsələn, 2 ədədinin ortaq bölünəni götürək. Tutaq ki, 4 və 6 ədədlərini. 4 və 6 ədədlərin ortaq bölünəni 1 də var, 2 də var. 2 götürsək, məsələn, ən böyük ortaq bölünən demir də, sadəcə ortaq bölünən deyir, bağışlayın. Ortaq bölünən deyirsə, bunların hər ikisinin ortaq bölünəni bunlardan böyük olmalı. Bunların hər ikisi ortaq bölünəni 12 ola bilər. 12 həm 4-ə bölünür, həm 6-ya bölünür. Bu ortaq bölünən ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. Həmin ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. Olur, bəli, mümkündür. Yəni, üçüncü doğrudur. Yəni, belə deyim də sizə. 4 və 6 ədədlərinin əkobu neçə olur? Məsəl üçün, ən kiçik orta bölünəni 12-dir. Bu əkobdur. Təkcə 12 yoxdur ki, 24 var məsəl üçün. Ortaq bölünən 24 ola bilər. Amma ən kiçik ortaq bölünən 12-dir. Deyir ki, məsələn, ortaq bölünən, məsəl üçün, 24 məsəl üçün. Ən kiçik ortaq bölünən, yəni 12-yə tam bölünür. Düz deyir də. 24 12-yə tam bölünür. Dördüncüsü, 2 tək ədədin cəmi tək ədəddir. 2 tək ədədin cəmi tək ədəd deyil, cüt ədəddir. Məsələn, 3 ilə 5-in cəmi 8-ə bərabərdir. Cüt ədəddir. Yəni 4 doğru deyil. Doğru olanlar oldu. 1, 2, 3, yəni cavab Y variantı. Keçən növbətə 74-cü suala. Tərkiblərdən hansı doğrudur? 1. Rəqəmlərin cəmi 3-ə bölünən natural ədəd 3-ə tam bölünür. Düzdür. 2. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni, yəni əbobu onlar hansına bərabərdir? Xeyr, səhvdir. Əbob 1-ə bərabərdir. 3-cü, 2 sadə ədədin hansı mürəkkəb ədəddir? Düzdür. Məsələn, 3-ü 5-ə vuranda edir 15. 15 necə ədəddir? Mürəkkəb ədəddir. Düzdür. 4. 2 ədədin ən böyük ortaq böləni həmin ədədlərin ortaq bölənində tam bölünür. Məsəl üçün, 4 və 6 ədədlərinin ən böyük ortaq bölənini götürək. Bunların əbobu, 4 ilə 6-nın əbobu 2-yə bərabər olacaq. Yəni, tapa bilərsiniz 2. Yəni, 4 nə deməkdir? 2 vurulsun 2 deməkdir. 6 da 2 vurulsun 3 deməkdir. Hər ikisinin ortaq böləni 1. Yəni, əbobu 2-dir. Deyir, 2 ədədin ən böyük ortaq böləni həmin ədədlərin ortaq böləninə tam bölünür. Ortaq bölən, məsələn, 4 və 6 ədədlərin ortaq bölən 1 də ola bilər. 2, məsələn, 1-ə tam bölünür. Düzdür. Deməli, 1, 3, 4 doğru oldu. Y variantı. 75-ci sual. Həm 2-yə, həm də 7-yə tam bölünən neçə 2 rəqəm ədəd var? 2-yə və 7-yə bölünən ilk 2 rəqəm ədəd 14-dür. Burada ilk ədəd 14 alınırsa, deməli 14 artırasınız. Yəni, üstünə 14 gələsiniz. Olacaq 28. Sonra üstünə 14 gələsiniz. Olacaq 42 nöqtələr. Ən axırıncı həm 2-yə, həm 7-yə bölünən ədəd deməli neçə olacaq? Deməli 84-dür deyəsən. 84-dən sonra 28 gəlsəm olmur. 84-dür. Ən böyüyü 84-dür. Bəli. 7-yə bölünəndə 12 alınır, 2-də bölünür. 84-ün üstünə 28 gəlsə, 14 gəlsək, yəni 14 gəlsə, 98, hə, bir də 98 var. 14-dən 14 artıraq. Hə, 98. 98 həm 2-yə bölünür, həm də 7-yə bölünür. 98-i 7-yə böləndə neçə alınır? 14 alınır. Belə. Deməli, bunların sayını tapmalıyıq. Say bərabər sıranın sayını tapmaq üçün sıranın sonuncu ədədindən başlanğıc ədədi çıxırıq, yəni 14-ü çıxırıq. Bölürük artıma, 14 artır, üstündən 1 gəlirik. Deməli, 98-dən 14 çıxanda qalır 84 bölünsün 14, üstəgəl 1. 84-ü 14-ə böləndə 6 düşür, 6-ın üstünə 1 gələndə edir 7. Deməli, 7 dənə ədəd var imiş. Həm 2-yə, həm 7-yə bölünən ədəd. Davam edirik, keçirik 76-cı suala. Həm 3-ə, həm də 7-yə tam bölünən neçə 2 rəqəm ədəd var? Həm 3-ə, həm 7-yə bölünən ilk 2 rəqəm ədəd 21-dir.
Deməli, burada da 21 artıracaqsınız. Olacaq 42, sonra 21 artıranda 63, sonra 21 artıranda hər dəfə 21 gəlirsə üstünə. Olacaq 84, yenə üstünə 21 gəlsək, olacaq 105 olub, bu sayılmır. Deməli, bu qədər olacaq. 1, 2, 3, 4 dənə olacaq. 4 dənə. Çünki 2 rəqəm deyir axına görə. 77-ci sual. Əkobun, əbobun nisbəti soruşulur. Biz bilirik ki, əkobun eyni elementlərin əkobunun əbobuna nisbəti nəyə bərabərdir? Onların ortaq olmayan sadə vurguların hansına, yəni C ədədinə bərabərdir. Deməli, 54 və 96 sadə vurgulara ayırmalıyıq. 2-yə böldük 27, 3-ə böldük 9, 3-ə böldük 3, 3-ə böldük 1. Deməli, 96-nı sadə vurgulara ayırırıq. 2-yə bölürük 48, 2-yə bölünürük 24, 2-yə bölürük 12, 2-yə bölürük 6, 2-yə bölürük 3, 3-ə bölünür 1. Ortaqları seçirik. Bir dənə 2 buradan, bir dənə 2 buradan. Bir dənə 3 buradan, bir dənə 3 buradan. Ayrı ortaq olan yoxdur. Yoxdur. Deməli, yerdə qalanlar olacaq ortaq olmayanlar. 2 dənə 3 burada qalıb. 1, 2, 3, 4 dənə 2 buradan qalıb. Deməli, bu 9 edir. Bu da 4 dənə 2 hansı 16. 144 edəcək. Deməli, bu cavab oldu 144. Vəssalam. Bu da 77-ci sualın izahı. Keçək 78-ə. Deməli, 78-ci sual. 2 ardıcı tək natural ədədin cəmi 68 olarsa, bu ədədlərin ikisini tapın. 2 ardıcı tək natural ədəddən gedir. Birinci ədədimiz olsun x, ikinci ədədimiz olsun x plus 2. Tək ədədlər 2 artır axı. Cəm də 68-ə bərabərdir. Deməli, x üstə gələ x plus 2 bərabərdir 68-ə. 2x bərabərdir 66-ya. 68-dən 2 çıxanda 66 qalır. X-ə bərabərdir 66-ın 2-yə bölsək 33 alınacaq. Deməli, birinci ədədimiz oldu 33, ikinci ədədimiz oldu 35. Bu ədədlərin kiçiyini soruşur, kiçiyi də olacaq 33. 79 da bu tipli sualdandır. Deyir, 2 ardıcı cüt natural ədədin cəmi 66-dır. Bu ədədlərin böyüyünü tapın. Yəni, birinci ədəd x yazırsınız, cüt ədədlər 2 artır. O da olacaq x plus 2, cəm də 66-dır. Deməli, x üstə gələ x plus 2 bərabərdir 66, 2x bərabər 66 çıxılsın 2, 2x bərabərdir 64, x də bərabərdir 64 bölünsün 2, x də bərabərdir 32. Cavab 32. Belə. 80-ci sual. Bina mərtəbələr arası pillələrin sayı 20-dir. Binada mərtəbələr arası pillələrin sayı 20-dir. Sonra deyir ki, 1-ci və 8-ci mərtəbələr arasında neçə pillə var? Baxın. Bax, elə bir ki, binadır belə. Binadır. Burada 8-ci mərtəbə deyir. Bax, 1-ci mərtəbə, 2-ci mərtəbə, 3-cü mərtəbə, 4, 5, 6, 7, 8. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8 mərtəbə. Deməli, 1-ci mərtəbə pillələrin sayı 20-dir. Bax, elə bir ki, 1-ci mərtəbədən qalxırıq. Bu 1-ci mərtəbədir. Buradan belə qalxırsınız, belə pillə ilə qalxırsınız da, belə pillə. Burada 20 pillə var. Sonra belə qalxırsınız, tutaq ki. Məsələn, pillələr səliqə çəkdim. Deməli, burada da 20 pillə var, burada da 20 pillə var, burada da 20 pillə var, burada da 20, 20, 20, 20. Buradan sonra pillə olmayacaq. Çünki 8-ci mərtəbədə çardağa çıxası deyilik də. Deməli, neçə dənə 20 var? 1, 2, 3, 4, 5, 6, 7 də. 7 vurulsun 20, o da olacaq 140. 140 deməli pillə var. Belə. Deməli, sonra keçirik növbəti 81-ci suala. 81. 81-də deyir ki, 7, 8, 9, 10 ədədlərindən bölükdə qaldıqca alınan ən kiçik çox rəqəmli natural tapın. Deməli, ən kiçik sözünü görürsünüzsə, deməli, birinci bunların əkobunu tapmalısınız. Əkob 7, 8, 9, 10. Baxın uşaqlar, burada 7 ilə 8 qarşıqa sadə ədədlərdir. Qarşıqa sadə
qarşı sayı ədədlərin ən çoxu onların hansına bərabərdir? Belə deyək. Və yaxud da belə düşünə bilərsiniz. Fərq eləməzsə, yəni 7 ilə 9 da ardıcıl tək ədədlərdir, qarşılıqlı sadə ədədlərdir. Ardıcıl natural ədədlər qarşı sadə ədəd. Və 8-dən amma onun ortaq vuruğu var. Belə düşünə bilərsiniz. Əkov 7 ilə 9 qarşı sadə ədəd olduğu üçün onlar əkovun nəyə bərabərdir? Onların hasında. Niyə elə yazdım? Çünki 8-in onun ortaq vuruğu var. Ona görə onları bir yazdım. 7-nin 9-u vuran edəcək 63. Qaldı yerdə 8, 10. İndi biz 8-in 10-un əkovunu tapası olsaq, 8-in sadə vuruqları 3-dən 2-nin hasil edir. 10-da 2 vurulsun 5 deməkdir. Hər ikisinin ortaq olan 2-dir. Deməli, əkov, bunlar ayrıca tapıram. Əkov 8, 10. Deməli, 10-u yazıram birinci, 8 artıq qalan 2-dən 2-dir. O da olacaq 40. Deməli, bunların əkovu 40-dır. 63-dən 40-ın da heç bir ortaq vuruğu yoxdur. Yəni, birdən başqa ortaq vuruğu yoxdur deyə bunlar nədir? Qarşıq sadə ədədlərdir. Qarşıq sadə ədədlərin əkovu da onların hansına bərabərdir? Yəni, 63 vurulsun 40 olacaq. 0, 12 bir yadda, bu da olacaq 2520. Cavab belə olmalıdır. Və salam. Davam edirik. Keçək 82-ci suala. AB üstü xətt üstə gələk BA üstü xətt bərabərdir 66 vurulsun A çıxsın B. Şərtini ödəyən 2 rəqəmi AB ədədini tapın. 2 rəqəmi AB ədədini istəyir bizdən sual şərəsi. Burada vurma əməli var. Bunu açsaq 10A üstə gələk B üstə gələk 10B üstə gələk A bərabərdir 66 vurulsun A çıxsın B. 10A ilə A-nın cəmi edir 11A. B ilə də 11-in cəmi edir 11B. Bərabərdir 66 vurulsun A çıxılsın B. Burada 11-i ortaq vuruq çıxarsam, A üstə gələk B bərabərdir 66 vurulsun A çıxılsın B. Hər tərəfdən 11-ə ixtisa aparsam 1, 6. A üstə gələk B bərabərdir 6-ya vurub atsam 6A çıxılsın 6B olacaq. A-la sol tərəf keçirsəm A çıxılsın 6A bərabərdir mənfi 6B çıxılsın B. B ilə sol tərəfə. Sağ tərəfə. Mənfi 5A bərabərdir mənfi 7B alınacaq. Mənfilə atın geçsin, hər tərəfdə mənfi var. 5A bərabər 7B. Orta vurma olanda bölmə vasitəsilə keçiririk solacağa. Demək, A bölünsün B bərabərdir. 7 bölünsün 5 olacaq. Unutmayaq ki, A və B rəqəmdir. Ona görə A-nı 7 götürəcək, B-ni 5. Deməli, onda AB üstü xətt bərabər olacaq A7, B5 olacaq 75. Deməli, AB ədədi neçə oldu? 75 oldu. Və salam. Bu qədər sadə. Davam edirik. Keçirik növbəti 83-cü suala. A-nın hansı ən böyük qiymətində 4A, 9B ədədi 45-ə tam bölünür? Aha. Ədədin 45-ə bölünməsi üçün onun eyni zamanda həm 3-ə 15-ə bölünməsi lazımdır. Onu götürə bilərsiniz. Yox, 3-ü 15 götürmək doğru deyil. Çünki 3 ilə 15 qarşı sadə ədədlər deyil axı. Elə vuruqlar götürməliyik ki, onlar qarşı sadə olsun. 9, 5 daha yaxşıdır. 9-dan 5-dən hansı 45 eləyir. Həm də 5 ilə 9 qarşı sadə ədədlərdir. Ona görə elə vuruqlar götürülməli ki, onlar bir-biri ilə qarşılıqlı sadə olsunlar. 5-ə bölünməsi üçün ədədin sonuncu rəqəmi 0 və ya 5 ilə bitməlidir. Deməli, 4A 9 0 ola bilər, ya da 4A 9 5 ola bilər. A-nın hansı ən böyük qiymətini deyir? 9-a bölünməsi üçün də rəqəmlərin cəmi 9-a bölünməli. Birinci bu hala baxsaq, 4 üstə gələk A üstə gələk 9 üstə gələk 0. Neçə olacaq? A üstə gələk 13 olacaq. A-nın yerinə hansı rəqəm yazmalıyıq ki, cəm 9-a bölünsün? 13-dən sonra 9-a bölünən ədəd 18. Demək, A-nın yeri 5 yazmalıyıq ki, 18 olsun. Burada A oldu, demək 5, birinci halda. İkinci hala baxsaq, 4 üstə gələk A üstə gələk 9 üstə gələk 5. Burada A üstə gələk olacaq 13, 18. Burada A-nın yerinə 0 yaza bilərsiniz. Cəm 18 olsun. Olar. 0 üstə gələk 18 neçə edir? 18. Sonra A-nın yerinə bir də 9 yazmaq olar. 9-un üstə 18 yerinə neçə edir? 27. Demək, burada ikinci halda A 0 da ola bilər. A 9 da ola bilər. Bu arada bir də burada yuxarıda 5 almışdı. Ən böyüyünü istəyir. A-nın hansı ən böyük qiyməti? Demək, A-nın 9 qiymətində mümkün olacaq. Yəni bu. Belə uşaqlar. İnşallah ki, izaha başa düşdünüz. Davam edirik. 84-ə baxırıq. 84-də nə deyir?
A və B natural ədədlər üçün A bərabər 3 vurulsun B-yə. Yəni A B-dən 3 dəfə böyükdür. Həm də bunlar bir-birinə tam bölünür. O deməkdir. A küp AB bərabərdir 21 olarsa A plus B cəmini tapın. A küp A-nın yerinə gətirib 3B yazsaq, 3B, B bərabər 21. Bax, burada aydın görünür ki, 3B B-yə tam bölünür. Bir-birinə tam bölünən ədədlər A küpün nəyə bərabər idi? Böyüyünə. Yəni, böyüyü nədir? 3B. 3B bərabər 21 olacaq. B də bərabər 21-i 3-ə bölsəm 7 alınacaq. B 7-dirsə, ona gətirib burada yerinə qoyub A-nı tapa bilərik. 3 vursun 7, A da olacaq 21. A plus B cəmini soruşur. Bərabərdir. A-nın yerinə yazıram 21, B-nin yerinə yazıram 7. O da olacaq 28. Yəni cavab 28 olacaq. Belə. 85 də eyni bu tip sualdandır. Ona görə sizə həvalə elədim, siz yazacaqsınız. Orada da bir-birini tam bölünən ədədlərdən söhbət gedir. Eyni sualdır. Keçək 86-ya. A bölünsün B bərabərdir 3 bölünsün 5 şərtini ödəyən A və B natural ədədlər üçün EBOB AB bərabərdir 4 olarsa A üstəgəl B cəmini tapın deyir. Burada mütənasib əmsalını x götürsək, bunu belə yaza bilərsiniz. Bölməni kəsr xəttinə əvəz edəsiniz. A-nın B-yə nisbəti bərabər 3-ün 5-ə nisbəti. Qarşı-qarşıya götürəndə bunlar olduğu kimi götürmürsünüz. Yanına bir x də yazırsınız. Çünki 3 ilə 5 götürsəz, 3 ilə 5 qarşı sadə ədədlərdir. Qarşı sadə ədədlərin əbəbi 4-ə bərabər olmaz, 1-ə bərabər olar. Deməli, bunlar ixtisar gedib belə qalıblar. Həmin ixtisar olmuş orta vuru x-dən işarə edirik. Olacaq A 3x, B olacaq 5x. Gətir burada yerinə yazsaq. Əbub 3x, 5x bərabər neçə? 4-ə. Uşaqlar, burada x-i, bu praktiki üsulda, x-i orta vuru kimi qabağa çıxarsaq, amma praktiki üsuldur. Yəni, bildiyiniz orta vuruq deyil. X vurulsun, əbub, mürtəzə qalacaq 3, 5, bərabər 4-ə. 3 ilə 5 dedik, yaxı qarşı sadə ədədlərdir. Qarşı sadə ədədlərin əbub nəyə bərabərdir? 1-ə. X-i 1-ə vuran x-idir, x də bərabər olur, yəni 4-ə. X 4-dürsə, gətirib burada yeni qoysaq, 3-ü vururam 4-ə olacaq 12, burada da 5-i 4-ə vurursam olacaq 20. A plus B cəmini soruşur, A-nın yerinə yazıram 12, B-nin yerinə yazıram 20, o da olacaq 32. Cavab 32 olacaq, yəni. Belə. Baxın, inşallah ki, izahat tam başa düşdünüz. Keçək növbəti 87-ci suala. 87 görək nə deyir? Aha. 87. AB natural ədədlərdir. A vurulsun B üstəgələ 3B bərabər 20 olarsa A-nın ala biləcək qiymətlər sayını tapın. Yəni, A-nın ala biləcək qiymətlər sayını tapmalıyıq. Deməli, hansı ədədlərin cəmi 20 eləyər? O qədər ədəd var ki. Amma toplananlardan biri 3-ə bölünən ədəd olmalıdır. Baxın, xət çəkirəm belə. Xət çəkməyəcək, ehtiyac yoxdur. AB hansıdır? Bir də 3B. 3B 3-ə bölünən ədəd olmalıdır. Məsələn, 3-ün özü ola bilər. 3 3-ə bölünür da. 6 ola bilər. 3-ə bölünən ədəd. 3 artırası 9 ola bilər. 12 ola bilər. 15 ola bilər. 18 ola bilər. Yaxşı, bu belə olsa, deməli, burada nə baş verəcək? Bax, 3B, birinci halda 3B 3-ə bərabərdirsə, amma B neçə olacaq? 3-3-ə bölənib 1 qalacaq. B 1 olacaq. B demək, burada birinci halda da, buraya yazmayayım. Burada B 1-dirsə, demək, burada 1 olacaq. Demək, A vursun 1, üstə gələk 3. Bərabər olmalı neçəyə? 20-yə. Birinci halda. Onu bir qıratı yazsam, A vursun 1, üstə gələk 3 bərabər 20-dirsə, A da bərabər 20 çıxasın 3, A da bərabər olacaq 17-yə. Birinci halda A 17 oldu. İkinci halda 3B-nin 6-ya bərabər edəcək. B olacaq 6-ın çöbəliyində 2 düşəcək. Onda belə olacaq. A vurulsun 2 üstə gələk 6 bərabər olmalıdır 20-yə. A-nı 2-yə vuranda 2A edir. Yəni 2A üstə gələk 6 bərabər 20 alırsınız. 2A bərabərdir 14. A da bərabərdir 7. Bu ikinci hal. Üçüncü hal. 3B bərabərdir 9-a. B neçə olacaq? 3. Deməli, A vursun 3 üstə gələk 9 bərabər olmalıdır 20. Buradan hesablasaq 3A üstə gələk 9 bərabər 20. 3A bərabər oldu neçə? 11. 20-dən 9-dan 11. Amma burada 11 3-ə tam bölünmür axı. Deməli, bu halı götürməyəcəyik.
getdi. Gəldik bu hala. 3b bərabər 12 yazsaq, b olacaq 4. B 4 isə, yəni A vursun 4, üstə gələk 12 bərabər olmalı 20-yə. Görə ödəyirmi? 4A üstə gələk 12 bərabər 20. 4A bərabər 20-dən 12 çıxın qalacaq 8. A da bərabər olacaq 2. A oldu 2. Aha. Sonra 3B bərabər 15 yazsaq, B olacaq 5. Onda A vurulsun 5 üstə gələk 15 bərabər 20. Onda 5A bərabər 5A üstə gələk 15 bərabər 20-dirsə, 5A bərabər 20-dən 15 çıxana qalır 5, A da bərabər olacaq 1. Demək, A 1 ola bilər. Bir də qaldı 3B 18-ə bərabər olsa, B olacaq 6. Onda A vurursa 6 üstə gələk 18 bərabər olacaq 20-yə. Bunu burada hesablasaq 6A bərabərdir. 20-dən 18 çıxana qalır. Yəni üstə gələk 18 bərabər 20-dir da. Yəni 6A bərabər olur. 20-dən 18 çıxan 2 qalır. A da bərabər 2 bölünsün 6. Bu natural olmadı. Ona görə bu halı götürmürük. Demək, A hansı qiymətlər aldı? 1, 2, 3, 4, 4 dənə qiymət oldu. 4 dənə. Demək, 1, 2, 3, 4, 5, 6 haldan 4 dənə ödəndi. Burada A-nın ala biləcək qiymətlərin sayı istəyir, olacaq 4 dənə. 4 sayda yəni. Belə. Baxaq. Davam edirik. Keçək 88-ci suala. A və B natural ədədlərdir. A vurulsun B üstə gələk 4B bərabər 18 olarsa, A-nın ala biləcək qiymətlərin sayını tapın. Demək, 4B-nin yerinə hansı qiymətləri yaza bilərik? 4-ə bölünən ədədlər olmalıdır burada. 4-ün özü 8, 12, 16. Deməli, 4B 4-ə bərabərdirsə, 4-ü 4-ə bölünən B olacaq 1. Onda A vurulsun B burada da var axı. A vurulsun 1 üstə gələk 4 bərabər olmalıdır 18-ə. Yəni, bunu bir kənara yazsaq, A üstə gələk 4 bərabər olacaq 18. A olacaq 14. İkinci hal, 4B-ni bərabər edirik 8-ə. Buna B neçə olacaq? 2. A vurulsun 2 üstə gələk 8 bərabər 18. Yəni 2A üstə gələk 18 bərabər 18. 2A bərabərdir. 18 çıxsın 8. 10. Bu da olacaq 5. Götürürük. Sonra 4B-ni bərabər edirik 12-yə. B də olacaq 3. Yəni A vurulsun üstə gələk 12 bərabər 18. Yəni 3A üstə gələk 12 bərabər 18-dirsə, 3A bərabərdir. 18-ə 12 çıxsın 6. A da olacaq 2. Götürdük. Sonra 4B-ni 16-ya bərabər etsək, B də olacaq 4. A vurulsun 4 üstə gələk 16 bərabər 18. Yəni biz bunu burada hesablasaq, 4A bərabər 18-dən 16 çıxsan, 4A bərabər olacaq 2, A da bərabər olacaq 2 bölünsün 4. Bu natural olmadı. Ona görə bu halı götürmürük. Demək, A-nın neçə qiymətini ödədir? 14, 1, 2, 3 dənə. 3 dənə. Belə. İndi isə 89-cu suala baxırıq. Üç rəqəmli ABC və BAC ədədləri üçün ABC çıxılsın, BAC bərabər 360 olarsa, A plus B cəminin ən kiçik qiymətini tapın. Bu təhlil onluq yüzlükdür. Yəni 100A üstə gələk 10B üstə gələk C. Çıx. Bu da B yüzlükdür. 100B. Qarşıda mənfi gəlirdi. Çıxaq olacaq. Çıxaq 10A, çıxaq C bərabər 360. 100A-dan 10A çıxanda qalır 90A. 10B-dən 100B çıxanda qalır mənfi 90B. C-lər də islah gedir. C-dən C çıxanda çünki 0 qalır. Bərabər 360-a. 90-ı orta vuruq çıxarsam, qalacaq A çıxsın B bərabər 360. A çıxsın B də bərabər. Hər dəfə 90-ı çıxarsam, bu da qalacaq 1, bu da qalacaq 4. A çıxsın B fərqi 4-ə bərabərdir. Yəni A da bərabərdir. Mən B-ni sağa keçirsəm, olacaq B üstə gələk 4. Yəni A B-dən 4 faiz böyükdür. Burada sxem qurası olsaq, A, B. B-yə biz 0 verə bilmərik. Ya A burada 0 ola bilməz, çünki ilk gələn rəqəm 0 olmaz. Ya B 0 ola bilməz. Ona görə B-yə biz 1 verə bilərik. B-yə 1 verirsək, bu söhbət buradan gedir. 1 ilə 4-ün cəmi 5 edir, yəni A olacaq 5. Sonra B-yə 2 versək, 6 olacaq. 3 versək,
7 olacaq. 4 versək 8 olacaq. 5 versək 9 olacaq. 6 versək 10 olur. O da götürmürük. Çünki A 9-a qədər ola bilər. Rəqəmdə axı. Burada deyir ki, A plus B cəminin ən kiçik qiymətini tapın. Burada 5 ilə 1-in cəmi 6 edir. Bu 8 edir. Bu 10 edir. Bu 12 edir. Bu 14 edir. Demək, A plus B cəminin ən kiçik qiymətinin neçə olacaq uşaqlar? 6 olacaq. Cavab 6. Belə. İndi isə 90-a baxaq. 90-a deyir ki, A və B qarşı sadədlər üçün əkov AB bərabər 390-dır. Sonra yazıb ki, A üstə gedək 30 bölünsün B bərabər 28 olarsa, A ədədini tapın. A və B qarşı sadədlərsə, deməli, bunların əkobu, bunların hansına bərabər olacaq? Yəni, A vursun B bərabərdir 390-a. O deməkdir. Burada orta məxrəc getirsə, bu məxrəcdən biri yazaq. B-də bunun tamamlayıcı vuruq B olacaq. B-də A vursun B üstə ilə 30 bərabərdir 28-ə. A vursun B hasılı 390-dır. Yəni, gətirib yerinə qoysaq, 390 üstə ilə 30 bölünsün. B bərabər 28. 390 30-un cəmi olacaq 0, 12 bir yerdə 420 bölünsün B bərabərdir 28. Bu məxrəcə bir yazıb çarpazı vursaq 28 B bərabərdir 420. B də bərabər 420 bölünsün 28. B də bərabər olacaq. Deməli, bir dəfə yerləşir, qalır neçə? 14, 145 dəfə. B oldu 15. B 15-dirsə bizə lazımdır ki, A-nı tapmaq. Gətirib burada yerinə qoysaq, A vurulsun 15 bərabər 390. A da bərabər 390 bölünsün 15. A da bərabərdir 2 dəfə 5-in 30. 96, 26 qalacaq. Yəni, A oldu 26. Bu da 90-cı sualın izahı. Davam edirik, keçək 91-ə. Əbob AB bərabər 6. A vursun B bərabərdir 180. A plus B cəmini tapın deyir. Aha, bu qəşəng sualdır. Əbob nə deməkdir? Əbob ortaq olan sadə vuruqların hasilidir. Deməli, həm A-da, həm də B-də 6 ortaq vuruqdur. Yəni, A bərabərdir. A-nın tərkibində 6 vuruğu var, amma digər vuruğunu bilmirik. X ilə işarə edirəm. B-nin də tərkibində 6 vuruğu var. Digər vuruğunu bilmirəm, Y yazıram. Bunların ortaq vuruğu 6 olub ki, əbob da 6 çıxıbdır. Yəni, əbob nə demək? Ən böyük ortaq belə. Belə, gətir bunu burada nəzərə alsın. A-nı yerinə yazıram. Bax, burada 6x yazıram. B-nin yerinə yazıram 6y bərabərdir 180. 6-ın 6-ya vuran 36 edir. 36 vurulsun x, y bərabərdir 180. 36-dan 180 ixtisa aparsam 36-ya 1, burada qalar 5. X vursun y hansı bərabər 5. Unutmayaq ki, burada x, y natural ədədlərdir. Hansı natural ədəd hansı 5 eləyər? 1-dən 5-in. Məsələn, x-ə 1 versəm, y-ə 5 versəm 5 olar. Deməli, x-i 1 götürdük, y 5. Yerini dəyişə bilərsiniz, problem yoxdur. Onda gətirib burada nəzərə alsaq, A olacaq 6 vursun 1, yəni 6 olacaq. B də bərabər olacaq 6 vursun 5, olacaq 30. A plus B cəmini istəyirdi, yəni 6 üstə ilə 30, o da olacaq 36, yəni cavab 36 olacaq. Belə, qəşəng sualdır. Növbəti suala keçirik. 90-cı sual deyir, A bərabərdir. Deməli, ədədin 4-ə bölünməsi alınan qala tapın. Deməli, biz burada praktiki usuldan istifadə edəcək olar. Yəni, biz A-nı 4-ə bölürüksə, onda belə yazacaq 7219 vurulsun 35274 mörtəzə kvadrat üstə gələ 3 bölünsün 4. Burada biz qalığa odaqlanırıq, yəni qalığa fokuslanırıq, qalığı fikirləşməliyik. Baxın, oxşarız qoyuram ona görə. 4-ə bölünmə əlaməti necədir? Verilmiş ədədin son 2 rəqəmin əmələ gətirir ədəd 4-ə tam bölünürsə, onda həmin ədəd 4-ə tam bölünür. Və bu son 2 rəqəm burada 19-dur. 19-u bir kənarı 4-ə bölsəm, 4 düşəcək, qalıq nə qalacaq? 3. Deməli, burada qalıq 3 oldu. 35274-də son 2 rəqəm 74-dür. 74-ü 4-ə bölsəm, 4-ə bölsəm, cavabı yazıram. 18 düşür, 72-dir də. Qalıq qalır 2. Üstə gələk 3. 3 4-ə bölünmür. 3 4-dən kiçikdir. Bunu belə saxlayırıq. Bura hesablasaq, 3-ü 2-yə vuran 6 edir. 6-ın kvadratı 36. 36 üstə gələk 3 bölünsün 4. Bu da 39 bölünsün 4 edir. Bunu qarşıya da çevirsək,
39-un içində 4 9-a yerləşir. 9 tam 4-də 3 edəcək. Bu sürətdə alınan qalıq olacaq. Yəni burada qalıq 3 olacaq yəni. Belə. Burada da 93-də də belə olacaq. Burada 25-ə bölünmədən söhbət gedir. 25-ə bölünmə də eynən 4-ə bölünmə kimidir. Yəni A bölünsün 25 bərabərdir. 25-də 7506 vurulsun 16551 üstün kvadrat plus 4 bərabərdir. Bərabər yox, ox işarəsi. Yəni biz qalıq lazım bizə. Deməli burada son iki rəqəm 0,6-dır. Yəni burada qalıq 0,0 olsaydı 25-ə tam bölünərdi. 25 bölünmə əlaməti nətərdir? Son iki rəqəmin əmələ gətirdiyi ədəd 25-ə tam bölünürsə, onda həmin ədəd 25-ə tam bölünür. Bir də son iki rəqəm 0 ilə bitən ədəd 25 tam bölünür. Son iki rəqəm 0 olsaydı 25 tam bölünərdi. Amma 6 var. Deməli birincidə qalıq 6 olacaq. Vurulsun. Bu da son iki rəqəm 51-dir. 51-i biz 25-ə bölsək 2 düşəcək, qalıq qalacaq 1. Kvadrat 4 25-dən balaca da bölünmürük. 36-ın üstünə 4, 6-ın kvadrat 36 üstünə 4 gələn 40 edir. Burada ixtisar aparmırsa, birbaşa düzgün olmayan kəsirdən qarşıda çevirirsiniz. 40-ın içində 25 bir dəfə yerləşir. 1 tam 25-də olacaq 15. Bu 15 qalıqdır. Qalıq olacaq 15. Vəssalam. Endi isə 94-cü suala baxırıq. Deyir, mağazada kiçik, orta və böyük ölçülü akvariumlar var. Hər biri kiçik akvariumda 2, orta akvariumda 4, böyük akvariumda isə 6 balıq var. Bütün balıqların sayı 60 olarsa, mağazada ən çox neçə akvarium ola bilər? Deməli, burada 3 növ akvarium var. O akvariumları gəlin burada təsvir edək. Kiçik akvarium balaca çəkirəm. Orta akvarium biraz böyük çəkirəm. Böyük akvarium lap böyük çəkirəm belə. Deməli, kiçik akvariumda 2 dənə balıq yerləşir. Kiçik, yazıram bura kiçik. Orta, bir də böyük. Deməli, kiçik akvariumda 2 dənə balıq yerləşir, 2 balıq buradadır. Böyük akvariumda, orta akvariumda 4 balıq yerləşir, 4 balıq. Böyük akvariumda isə 6 balıq yerləşir. Və cəmi nə qədər balıq var? Cəm 60 ədəd balıq var. 60 balıq. Deyir ki, bütün balıqların sayı 60 olarsa, mağazada ən çox neçə akvarium ola bilər? Deməli, biz burada nəyi müzakirə edirik? Deməli, akvariumların sayının çox olmanı istəyiriksə, deməli, kiçik akvariumlar daha çox olmalıdır. Biz saya qaçırıq da, belə deyək. Yəni, istəyirik elə bir ki, bir dənə akvarium mağazası açmışıq. İstəyirik ki, orada say çox görsənsin də, çeşidli görsənsin. Onda biz kiçik akvariumların sayını çox eləməliyik. Niyə? Çünki kiçik akvariumlarda 2 balıq yerləşir axı, ona görə. Böyük akvariumda yerləşsə, böyük akvarium 6 balıq tutur. Məsələn, 60 dənə balıq var. Siz də böyük akvariuma yerləşdirsəz, deməli, neçə akvarium olmuş olacaq? 10 dənə akvarium. 66-ya bölən 10 akvarium. Yaxşı, orta ölçülü akvariuma neçə dənəsi lazım ola bilər? Orta ölçülü akvarium 4 balıq tutur, cəmdə 60 balığım var. 60-ı 4-ə bölərsən, düşər 15. Deməli, 15 dənə akvarium olar, orta ölçülü. Bizə lazımdır ki, daha çox akvarium olsun. Amma 60 ədəd balığı kiçik ölçülü akvariumlara yerləşdirmək üçün 60-ı 2-yə bölsəm düşəcək 30 dənə. 30 dənə bizə kiçik ölçülü akvarium lazımdır. Amma burada bir iş var ki, burada iş orasındadır ki, burada orta və böyük ölçülü akvariumlarda heç olmayan bir dənəsi olmalıdır. Bir dənə orta ölçülü olmalıdır. Bir dənə böyük ölçülü olmalıdır. Deməli, orta ölçülü 4 balıq götürür, böyük ölçülü 6 balıq. Cəm neçə balıq oldu? 4 üstə 6 bərabər 10. 10 balığımız getdi bunlara. Yəni orta və böyük ölçülüyə. 60-dan 10 çıxan neçə qalacaq? 50 dənə, 50 balıq. Bu 50 balığı da kiçik akvariumlara paylamalıyıq. Bir dənə kiçik akvarium 2 dənə balıq tutursa, 50-ni bölürəm 2-yə, olacaq neçə? 25 akvarium. Bu 25 nə oldu? Kiçik akvarium. Kiçik akvarium. Nəsə akvarium. 25. 25 dənə. Deməli 25 1 1. Cəm neçə eləyəcək? 25 üstə 1 üstə 1. Deməli bərabər 27. Deməli ən çoxu 27 dənə akvarium biz bura yerləşdirə bilərik. Gözəl insanlar.
Belə, bu sual həyati siyasi tipli məsələdir. Yəni belə sualların buraxılış imtahanlarından düşmə ehtimalı 90%-dir. 95-ci suala keçirik. M natural ədəd üçün əbob 2m çıxılsın 1, 2m üstəgələ 1 bərabərdir 4m çıxılsın 7, əkob 13m çıxılsın 2, 15m üstəgələ 2. Bunu tapın deyir. Bura diqqətlə baxsaq, bir gözünüzü 4 açıb baxsaq, görərsiniz ki, 2m çıxsın 1 ilə 2m bölü 1 ardıcıl tək ədədlərdir. Çünki biz demişik ki, tək ədədləri natural ədədlərdə 2m çıxsın 1 ilə işarət edirlər. Bu tək ədəddir. Bunun üzərinə 2 əlavə edəndə 2m plus 1 alınır. Bunlar ardıcıl tək ədədlər. Biz də bilirik ki, ardıcıl tək ədədlər qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir? Onların hasına bərabər. Əbob nəyə bərabərdir? Bəs 1-ə bərabər. Bu əbobdur. Əbob 1-ə bərabər. Yəni bu bərabərin sol tərəfi 1-dir. Demək bu 4m çıxılsın 7 bərabər olacaq 1-ə. 4m bərabər olacaq 1 üstəgələk 7. 4m bərabərdir 8. M də bərabərdir 2. M 2-dirsə, gətir burada yerinə peçatla. Burada yerinə qoysaz. Əkob 13 2 vuran 26, 26'dan 2 çıxana qalır 24. 30, o da 32. 24'ü sadə vurukla ayırsaq, 24 3 vurulsun 8 deməkdir. 32 5'dən 2'ni hasil edir. Burada ortaqlar seçirik. 1, 2, 3. Buradan 3'dən 2 seçirik. Bizə əkob lazımdır. Böyük yazırıq 32. O artıq qalan 24 üstü. 32'nin çoxburan edəcək 96. Vəssalam. Cavab olacaq 96. Belə gözəl insanlar. Keçək 96-cı suala. Qarşılıqlı sadə olan A plus 5 və B ədədləri üçün əkob A üstəgələ 5, B bərabər 420. Sonra yazıb ki, A vurulsun B üstəgələ 7B bərabər 450 olarsa, B-ni tapın. Demək, qarşı sadə A plus 5 və B ədədlərini söhbət edir. Bu qarşı sadə ədədlər isə biz bilirik ki, qarşı sadə ədədlərin köpü onların hansına bərabərdir. Yəni, B vurulsun A plus 5 olacaq. Bərabər 420-yə. Vurub atsa, B-nin A'ya vuran AB olacaq. AB üstəgələ 5B bərabərdir 420-yə. Bu da oldu sistem tənlikdə, elə bir ki. Bax, bunu gətir bunun altına yazsam, AB üstəgələ 5B bərabərdir 420. Sistemi alıb tərəf-tərəfə çıxsaq, 7-ci sinif qaydası. AB-lər istakidə çıxanda 7B-dən 5B çıxanda qalacaq 2B, 450-dən 420 çıxanda qalacaq 30. B də bərabər 32-yə bölsək, alacaq 15. Bizdən B-ni soruşur. B də bərabər olacaq 15. Belə. Keçirik 97-ci suala. 7, 8, 9, 10 ədədlərini bölükdə qaldı 1 alınan ən kiçik çox rəqəmin natural ədəd tapın. Bu sual təkrardır. Bəyə buna bir suala baxmışıq. Özünü sərbəst yazarsınız. 98-i keçək. Deyirlər təkrar bilini anası da, amma burada yox. 3 ardıcıl natural ədədin cəmi 63-dür. Bu ədədlərin ən kiçik ən böyüyünün hasını tapın. Bunu iki yolla izah edəcəm sizə. Birinci tənlik qurmalı. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Birinci ədədimiz x-dir. Ardıcıl natural ədəd 1-1 artır. Bu olacaq x plus 1, bu da olacaq x plus 2. Bunların cəmisi olacaq 63. X üstəgələ x plus 1 üstəgələ x plus 2 bərabər 63. 3x üstəgələ 3 bərabər 63. 3x bərabərdir. 63-ün 3 çıxana qalır 60. X də bərabər 63-ə bölsəm düşəcək 20. Ona birinci ədədimiz olacaq 20, ikinci ədədimiz olacaq 21, üçüncü ədədimiz olacaq 22. Ən kiçik ən böyük hasını tapın. Ən kiçik 20-dir, ən böyük 22. 20 vurulsun 22, o da olacaq 440. Bir rahat yoludur ki, burada 3 ardıcıl natural ədəddən söhbət gedirsə, 63-ü 3-ə bölürsə elə, düşəcək 21. Bu 21 ortadakı ədəd olacaq. Yəni, ikinci ədəd düşür 21. Ardıcıl ədədlər çıxaq, demək bu 20 olacaq, bu da olacaq 22. Bax, belə də yaza bilərsiniz, yəni. Davam edirik, keçək 99-a. ABC natural ədədlər üçün A bərabərdir, B bölünsün 7, o da bərabərdir 2C. Olarsa ABC hasının ən kiçik qiymətini tapın. ABC hasının biz ən kiçik qiymətini axtarırıqsa uşaqlar, deməli, burada A da ən kiçik qiyməti almalıdır.
B də ən kiçik qiymət almalıdır. C də ən kiçik qiymət almalıdır. Yaxşı. Demək, biz B-nin yerinə ən kiçik neçə verə bilərik? 7 bölünən ən kiçik ədəd neçədir? 7-nin özü. Aha. 7-nin 7-yə bölünən qalacaq 1. Yəni, bu 1 olsa, tutaq ki, bu 1-dir. A bərabər 1, bu da bərabər 2C. Yaxşı. 1-i 2C 1-ə bərabərdirsə, C neçə olacaq? 1 bölü 2. C neçə olacaq? 0,15. Və 0,15 natural ədəddir ki? Xeyr. 0 natural ədəd deyil. 0,15 natural ədəd deyil. Deməli, B 7 deyil. Ona görə B-yə bir dənə nitro verib 7 yox 14 götürəcəyik. Buraları sil təmizləyək. Buna bir dənə nitro verək. 7-dən sonra 7-yə bölünən ədəd neçədir? 14. Yəni B-yə 14 versək burada. Onda belə olacaq. A bərabər 14, 7-yə bölənə qalacaq 2 bərabər 2C. Bu ola bilər. A bərabər 2 ola bilər, natural ədəddir. 2 2C bərabər olsa, 2C bərabər 2, C də bərabərdir. 2-ni 2-yə bölsəm 1. Deməli, A-nın ən kiçik qiyməti 2 oldu, B-nin ən kiçik qiyməti. B-yə ən kiçik biz neçə verə bildik? 14. 14-dən daha kiçik verənməzsə. C-yə nə verdik? 1. 1 vermədik, 1 aldı daha doğrusu. O da olacaq 28. Cavab 28 yəni. Belə. Keçdik 100-cü sual. 100 də bunun qardaş oğludur. 100-cü sualı baxaq. Deməli, ABC natural ədədlər üçün A bərabərdir. B bölsün 5 bərabər 3C. Burada deyir ki, ABC sahəsinin ən kiçik qiymətini tapın. Eyni tip sualdır. ABC sahəsinin dedik ki, ən kiçik qiymətini tapmaq üçün bunlar hər biri ən kiçik qiymət almalıdır. Biz burada B-yə ən kiçik neçə verə bilərik? 5 verə bilərik də ki, bu 5-ə bölünsün. Burada 1 qalacaq. 3C də 1-ə bərabər olanda C 3-də 1 alınacaq. Demək, bu olmaz. Ondan sonra 5-ə bölündən sonra neçə verə bilərik? 10 versək yenə olmayacaq. Amma 15 versək olacaq. B-yə 15 versək, B 15 olsa, ona A bərabər 15-ə 5-ə bölündən 3 qalır. O da bərabər olacaq 3C-yə. Demək, A oldu 3. Bunu bərabər etsək 3C bərabər 3-dürsə, C də bərabər olacaq 1. Demək, A oldu 3, B oldu 15, C oldu 1. Vurduq, oldu 45. Və salam. Belə. Keçdik 101-ə. 7n plus 7 və 8n plus 2. Ardıcıl cüt ədədlər olarsa, n ala biləcək qiymətlər hansını tapın. Bunlar ardıcıl cüt ədədlər. Biz bilirik ki, cüt ədədlər 2 artır. Amma bunların hansının böyük, hansının kiçik olduğunu bilmirik. Ona görə burada 2 hala baxırıq. Birinci hal. Birinci halda tutaq ki, 7n plus 7, 8n plus 2-dən böyük, kiçikdir. Kiçikdirsə, demək, məsəl üçün, böyük ədəddən kiçik ədəd çıxanda 2 olur. Məsələn, 4 ilə 6 necə ədədlərdir? Ardıcıl cüt ədədlərdir. Yəni, 6-dan 4 çıxsam neçə alınacaq? 2. Yəni, 4 6-dan burada kiçikdir da, gördüyünüz kimi. Yəni, böyükdən kiçik çıxmalıyıq. Burada 7n plus 7-ni elə bir ki, kiçik ədəd kimi qəbul etsək, yəni tutaq ki, bu ardıcıldan gəldi. 7n plus 7 gəlir. Sonra bunu 2 artırıblar, nə alıblar? 8n plus 2. Demək, böyük ədəddən kiçik ədəd çıxsam, fərq neçə olacaq? 2. 8n plus 2 çıxılsın. 7n plus 7 bərabər olacaq 2-yə. 8n üstəgələ 2 çıxaq 7n çıxılsın 7 bərabər 2 olacaq. Çıxanda qalır n, 2-dən 7 çıxanda. Burada əslində 2-lər hər tərəfdən islah gedir. İkisi də müsbət daxil. Çıxaq 7 bərabər. Burada yerinə qalır 0. N də bərabər olacaq 7-yə. Birinci halda n 7 aldı. İkinci halda isə ola bilsin ki, 8n plus 2 əvvəldə gəlibdir. Sonra 7n plus 7 gəlib. Deməli, bu səfər 7n plus 7 böyükdür, 8n plus 2 kiçikdir. 7n plus 7-dən biz çıxırıq 8n plus 2-ni, bərabər edirik neçəyə? 2-yə. 7n üstəgələ 7 çıxılsın 8n çıx 2 bərabər 2-yə. 7 ilə 8-dən çıxanda mənfi n alınır. 7-dən 2 çıxanda qalır müsbət 5 bərabər 2-yə. Mənfi n bərabər 2 çıxılsın 5. Mənfi n bərabərdir mənfi 3. N də bərabərdir müsbət 3. Hər tərəfə mənfi artırsın. Burada deyir ki, n ala biləcək qiymətlərin hansını tapın. 7 vurulsun 3, o da olacaq 21. Yəni cavab 21 olacaq uşaqlar. 102 də belədir. Onun tipli suallarını özünüz sərbəst yazacaqsınız. Eyni bu suallarını yəni. Keçirik 103-ə. X bölü y bərabərdir 8, qalıq 3. Sonra bir də yazıb ki, y bölünsün z bərabər 5, qalıq 6. Olarsa x ədədin son rəqəm tapın. Bizə x lazımdır. Aha. Burada biz ikinci halda, bax, qalıqı bölmədən söhbət edirsə, qalıq həmişə bölənə kiçik olmalıdır. Burada qalıq 3 kiçik olmalı bölənə, yəni y-dən. Yəni y böyükdür 3-dən, o deməkdir.
Burada da qalıq 6-dır, bölən z-dir. Yəni 6 kiçik z-dən, yerini dəyişsə z böyük olacaq 6-dan. Bu nəzərimizdə saxlayaq. Buradan biz y tapsaq, məhsul bölünən tapmaq üçün qismət bölən vurub qalıq üzərinə gəlməliyik. Belə. Bu belə. Buradan x-i tapsam, bax buradan. 8 y üstəgələ 3. Bizə deyir ki, x ədədinin son rəqəmi tapın. Gətir burada nəzərə alsam, bax y-in qiyməti nə oldu? 5z üstəgələ 6. Gətir burada nəzərə alsam, x bərabər olacaq 8 vursun. Y-in yerinə yazıram 5z üstəgələ 6 üstəgələ 3. Vurub atsam 40z üstəgələ 48 üstəgələ 3. Yəni x bərabər olacaq 40z üstəgələ 51. Burada z-ə nə qiymət verirsən ver. Z olsa 6-dan böyükdür. Məsələn, z-ə ver 7. Nə istəsən ver də. X bərabər 40 vurulsun 7 üstəgələ 51. Yəni burada 0 qurtaracaq sonu. 280 üstəgələ 51. O da bərabərdir 1, 13 bir yadda 331. Sonu nə qurtaracaq? 1 ilə. Bax bu 1 ilə qurtaracaq. Həmişə 1 ilə qurtaracaq. İstəyirsən 8 yazsın. İstəyirsən z-in yerinə 8 yaz. Sən 9 yaz. Nə istəyirsən yaz. Həmişə sonumuz 1 ilə qurtaracaq. Yəni sonuncu rəqəm 1 olacaq. Keçirik 104-ə. Sonuncu sual. AB 2 rəqəmi ədədinin 3 açısının 2B ədədindən bölünməsindən alınan artımın qismət 4, qalırsa 2-dir. A plus B cəmi tapın. Demək, AB 2 rəqəminin ədədinin 3 açısının 2B ədədindən bölünməsindən alınan artımın qismət 4-dür. Qalıqsa 2-dir. A plus B cəmi tapın. Burada məhsul bölünən tapmaq üçün biz bilirik ki, natamam qisməti bölənə vurub qalığı üzərinə gəlməliyik. Bir də qalıq bölmədə söhbət gedirsə, qalıq həmişə bölənə kiçik olmalıdır. Yəni 2 kiçikdir bölənə, yəni 3A çıxılsın 2B-dən. Bunu açsaq 10A üstəgələ B bərabərdir. Bunu vurub açsaq 12A çıxılsın 8B üstəgələ 2. Deməli, burada nə edəcək? A plus B cəmi istəyir bizdən. Ona 12-ni keçirsək sol tərəfə çıxaq 12 olacaq. Plus B, mənfi 8B-ni sol tərəfə keçirsək plus 8B olacaq. Bərabər qalır burada təkcə 2. Onunla da 12 çıxanda qalır mənfi 2A. B-nin üstü 8B yəni edir 9B. Bərabər olacaq 2B-yə. Lab yerini dəyişsə 9B çıxsın 2A bərabər olacaq 2-yə. Aha. Burada unutmayaq ki, A və B rəqəmlərdir. AB üstü xətti A və B rəqəmdir. İlk gələn rəqəm A 0 ola bilməz. A rəqəm isə burada ucu seçmə üsulundan istifadə etməliyik. A-nın yerini biz B-nin yerinə necə verə bilərik? B-nin yeri 9B çıxsın 2A bərabər 2-dirsə, deməli, bunu belə düşünə bilərik. 9B bərabərdir. 2A, mənfi 2A sağa keçirəndə olacaq 2A plus 2. Belə. Siz A-nın yerinə elə qiymət qoymalısınız ki, burada 9-u bölünən ədəd alınsın. Çünki B-nin rəqəmi B A-nın yerinə biz neçə verə bilərik? 1 verirsək 9-u bölünən ədəd alınmaz. 2 versək alınmaz. 3 versək olmaz. 4 versək 4 versək. Yox, 5 versək, yox, 6 versək, 6 versək olar. Yəni belə olacaq. 9 vurulsun B bərabərdir. 2 vurulsun 6 üstəgələ 2. Yəni arxasında yazıram 9B bərabərdir. Yox, 6 da olmur. Bağışlayın. 6 deyil. 6 deyil. 6 12 idi. 12-nin ikinci cəmi 14 edir. 9-u bölünən ədəd alınmır axı. Deyil o. 7 versəm, yox, 8 versəm olur. 8. Yəni buradan yazıram. 9 vurulsun B bərabərdir. 2 vurulsun 8 üstəgələ 2. Yəni 9 vurulsun B bərabər olacaq 18. B də bərabər olacaq 18 9 bölünən 2 düşəcək. Demək A-ya nə verdik? 8. B də 6 2. Bu şərt ödənilmə bölməsi burada 2 kiçikdir. 3 vurulsun 8 çıxılsın 2 vurulsun 2. Bu 24 edir. Bu da 4. 24-dən 4 çıxanda 20 qalır. Bax 2 də 20-dən kiçikdir. Doğrudur. Ödəyir. Bizə deyir ki, A plus B cəmi tapın. A plus B bərabər. A-nı tapdıq 8, B-ni tapdıq 2. O da olacaq 10. Vəssalam. Bununla da biz 104-lərə qədər gəldik. Bugünkü limiti doldurduq. Sağ olun. İnşallah
Növbəti videolarda görüşəcəyik. Allah amanında. Sağ olun.